أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على رسول الله الأمين سيدنا ونبينا محمد بن عبد الله. ثم صل على علي أمير المؤمنين وعلى فاطمة سيدة نساء العالمين وعلى ولديه وصبطيه الحسن والحسين سيدي شباب أهل الجنة، وعلى الأئمة من ولد الحسين علي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والخلف الحجة القائم المنتظر المهدي، حججك على عبادك وأمنائك على بلادك يا ربي صل عليهم صلاة تامة زاكية نامية ما دامت السماوات والأرضون. عباد الله أوصيكم ونفسي بتقوى الله. Muhterem müminler, muhterem mümineler, evvel özümü ve sonra siz əzizləri ilahi təqvaya dəvət edirəm. Allah bizləri imanlı, təqvalı insanlardan qərar versin. Allah günahlarımızı bağışlasın. Son anımıza qədər ağlımızı və sağlamlığımızı əlimizdən almasın. Son nəfəsimizə qədər sağlam ağıl, təfəkkür, düşüncə ilə və sağlam bədən üzvləri ilə ona ibadət, itaat eləməyi bizlərə nəsib eləsin. Dünyadan köçüb gedənlərimizi, şəhidlərimizi Allah rəhmət eləsin. Xəstələrimizə, xüsusən duaya ehtiyacı olan xəstələrimizə tezliklə şifa inayət eləsin. İmam Zaman ağanın zuhurunu tezləşdirsin. Zuhuru ilə dünyamızı gözəlləşdirsin. Bizləri onun zuhuruna hazır olanlardan və qəlbini razı salanlardan qərar versin inşallah. Bütün bu dualarımızın qəbulundan ötürü Muhammed və Ali Muhammedi ucalı bir salavatla yad ediyoruz. Əzizlər, keçən xütbəmdən başlayaraq belə bir silsiləyə başladım. Ayələrin arxasında gizlənən mesajlar və yaxud Quran ayələrində gizlənən gizli həqiqətlər. Çünki Quran dəryadır və bu Ramazan ayı da Quranın yazıdır və baharıdır. Mən bir ayə sizin üçün oxuyuram. Ayəni qısa izah edirəm və sonra demək istədiyim məsələni bir-iki cümlə ilə ifadə deyib sözümü tamamlayıram Allahın izni ilə. Allah Quran-ı Kərimin Əl-Mümtəhanə surəsinin 10-cu ayəsində belə deyir. Ayə uzun ayədir. Ayənin bir hissəsi, lazım olan hissəsini deyirəm sizə. Ayədə Allah deyir: وَلَا تُمْسِكُوا بِعِصَمِ الْكَوَافِرِ. Peyğəmbərə bir əmrdir. Bu əmrdə də Allah deyir ki, birbaşa müsəlman kişilərə əmr olunur ki, ey müsəlman kişilər, kafir qadınları öz kəbininizdə saxlamayın. Mümtəhanə surəsinin 10-cu ayəsi. Kafir qadınları öz kəbininizdən eləməyin, saxlamayın. Buna əsasən İslam alimləri bu ayəyə əsasən ümumi bir hökm veriblər, bir fətva var bu günləri bizim fiqh kitablarımızda ki, müsəlman kişi kafir qadınla ailə həyatı qura bilməz. Təbii ki, kafir indi kitab əhli olmayanlardan söhbət gedir. Müsəlman kişi gərək müsəlmanla birinci ailə həyatı qursun. İndi bəzi istisnalar var, bəzi ayələr və rivayətlərə əsasən kitab əhlinə icazə verilir. Yəni xristiyandır, indi kitab əhlidirlər bunlar da, onlara icazə verilir. Amma kafirlə Allah Subhanahu və Teala qadağan eləyib. Kişi kafir qadınla evlənə bilməz. Müsəlman qadın isə heç bir kafir kişi ilə evlənə bilməz. Fərqi yoxdur, elə kitab əhli də olsa belə.
Müsəlman qadın gərək kimlə evlənsin? Müsəlman kişi ilə. Bu və bu kimi ayələrdən bu hökm çıxarılıb. İndi mən burada bu ayə ilə, bu kiçik müqəddimədən sonra bir məsələni sizin üçün izah eləmək istəyirəm. Bu Ramazan ayında Xədicə salamullah əleyhadan qabaq, 3 gün qabaq, Ramazan ayının 7-si Həzrəti Əbu Talib əleyhissalamın vəfatıdır. Ramazan ayında Əbu Talib 7-sində vəfat edib, 10-unda isə Xədicə vəfat edib. Əbu Talib də bilirsiniz, mən birinci xütbədə də dedim sizə ki, böyük şəxsiyyətlərdən olub. Əgər Əbu Talib Peyğəmbər sallallahu aleyhi və alihi və səlləmi himayə eləməsəydi, onun himayəsi olmasaydı, Peyğəmbər özü deyir ki, nədir? İslam təhlükədə olardı. Bütün təzyiqlərin qarşısında Əbu Talib böyük şəxsiyyətidir. Böyük şəxsiyyət kimi öz sinəsini qabağa verdi, İslamı saxladı. Lakin əziz qardaşlar, Ramazan ayında Beysətin 10-cu ilində, Beysətin 10-cu ili nə deməkdir? Yəni Peyğəmbər 10 il idi, Peyğəmbər idi. Hələ Məkkədə ikən, Peyğəmbərin Peyğəmbərliyinin 10-cu ilində, Ramazan ayının 7-sində əmisi Əbu Talib nə elədi? Vəfat elədi. Əbu Talib də bilirsiniz kimin atasıdır da? Əli ibn Əbi Talibin atası. Ondan sonra 3 gün keçdi, xanım Xədicə vəfat elədi, Peyğəmbər çox qəmləndi, qüssələndi. Baxın, Beysətin 10-cu ilini Peyğəmbər hüzn ili elan elədi, qəm ili. 2 dənə böyük şəxsiyyəti itirdi. Əbu Talibi və Xədicəni itirdi. Mən tarixi məsələni sizə danışmaq məqsədim yoxdur. Sadəcə istəyirəm bir məsələ var ki, onu sizə izah edeyim. Bu günləri müsəlmanların demək olar ki, çoxu Əhl-i-Beyt məzhəbindən başqa məzhəblər deyirlər ki, Əbu Talib kafir olub. Əbu Talibi kafir hesab edirlər. Və hətta deyirlər ki, baxmayaraq ki, o Peyğəmbəri müdafiə eləyib, lakin İslamı qəbul etmədən ölüb. Bugün bütün müsəlmanların, Əhl-i-Beyt, şiələrdən başqa, bütün müsəlmanların etiqadı Əbu Talib barədə budur. Ki o nə olub? Kafir olub. Və kafir də ölüb. Diqqət edin. Amma mən bu ayəni ki oxudum, bu ayəyə əsasən istəyirəm Qur'anla biz Əbu Talibin, əsas Qur'anda sonra hədisdir. Qur'anla istəyirəm ki, Əbu Talibin həqiqətən də müsəlman olmasını biz Qur'anla sübut eləyə bilək. Ki, bu şəxsiyyət nədir? Belə bir şəxsiyyət olub ki, Peyğəmbər onun vəfatında qəmlənib, qüssələnib, onun vəfat ilini hüzn ili eləyib, elan eləyib. Hansı ki, siz bilirsiniz, mən bunu, indi ayə ilə bunun nə əlaqəsi var, necə əlaqələndirək, onu deməzdən qabaq, ona diqqət edin. Biraz diqqətiniz məndə olsun, diqqətlə qulaq asın. Bilirsiniz ki, Peyğəmbərin sözlərinə əsasən rəhmət ancaq kim üçün gəlib? Müsəlman üçün gəlib. Bunu nəyə əsasən deyirəm? Sizin yadınızdadırsa, keçən xütbədə mən belə bir Hatəm Tainin qızı barədə danışdım. Hatəm Tainin qızını əsir gətirirlər. Peyğəmbəri istəyir, Peyğəmbərə başlayır atasının səxavətindən danışmağa. Mənim atam belə idi, belə idi. Mən qissələr də danışdım, yadınıza gəlirsə. Peyğəmbərin orada nə deyir? Deyir ki, sənin atanda olan bu xüsusiyyətlər müsəlmanların xüsusiyyətidir. Əgər o İslamı qəbul eləsəydi, deyərdim ki, Allah onu rəhmət eləsin. Amma deyə bilmirəm. Çünki İslamı qəbul eləməyib. Amma buna baxmayaraq Peyğəmbər nə deyirdi onun barəsində? Deyirdi ki, o cəhənnəmdə olsa da elə bir yüngül yerdədir ki, Allah onun əzabını nə eləyib? Yüngülləşdirib onun səxavətinə görə. Bu günləri müsəlmanlar da baxın öz kitablarında Əbu Talib barədə danışanda deyirlər ki, o fi dihdahin minənnar. Cəhənnəmdə odun yüngül yerindədir. Yüngül yerindədir. Daha çox dərin əzabda döyür və bəzi rivayətlərdə də ayağında oddan bir başmaqlar var. O elə yandırır onu ki, Əbu Talibin başı, beyni qaynayır oddan. Bu rivayətləri deyirlər, Peyğəmbərə nisbət verirlər. Bu kafir olub bu. Amma mən ayədən qabaq, birinci buna deyim, bu hadisə ki dedim, bunu demək istəyirəm sizə ki, Peyğəmbər deyir ki, əgər sənin atan müsəlman olsaydı, mən deyərdim ki, Allah onu nə eləsin? Rəhmət eləsin.
Demək, müsəlman olmayana Peyğəmbər rəhmət deməyib. Amma Əbu Talib barədə onun üçün dua eləyib, istiğfar eləyib, rəhmət deyib. Yəni Peyğəmbər tərəfkeş idi, qohumbaz idi. Peyğəmbər Allah onu vəsf eləyir Nəzm surəsində la yantiqu anil hava in huve illa vahyun yuha. O heç vaxt öz havayı nəfsindən danışmaz. Onun etdikləri hamısı vəhy idi. Madam Peyğəmbər əmisi Əbu Talibə dua eləyibsə, rəhmət deyibsə, onun üçün istiğfar eləyibsə, onun üçün Allahdan xeyir istəyibsə, dua eləyibsə, bu demək nədir? Müsəlman olub da bu, belə deyir. Hələ bu sadə dəlillə işim yoxdur. Ondan əlavə, qoy hələ mən bu ayədən qabaq bir ayəni də sizin üçün əziz qardaşlar oxuyum. Bu surə də Tövbə surəsinin 84-cü ayəsidir. Tövbə surəsinin 84-cü ayəsində Allah Peyğəmbərə əmr eləyir. Deyir: "Və la tusalli ala ahadin minhum mata abada. Və la taqum ala qabrihi. İnnahum kafaru billahi və rasulihi və matu və hum fasiqun." Ayənin tərcüməsi belədir. Deyir ki, heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qılma. Allah Peyğəmbərə qadağan edib ki, kafirə namaz qıl. Olmaz. Heç vaxt onlardan ölmüş bir kəsin cənazə namazını qılma. Qəbrinin başında durma. Çünki onlar Allahı və onun elçisini inkar etdilər və günahkar olaraq öldülər. Onlar sənin bu namazına layiq deyirlər. Sənin onların qəbrinin yanında dayanıb dua eləməyivə layiq deyirlər. Eləmə. Ayəni gördünüz. İndi baxın, bu ayəyə gələk. Peyğəmbərə Allah qadağan edibsə, o qadağa fərq eləmir. O kafir onun əmisi olsun və yaxud onun kimi olursa olsun. Peyğəmbərin vəzifəsi deyib, əmr budur ki, kafirə namaz qılma. Amma Əbu Talibin dəfnində iştirak edir, qəbrinin yanında qalır, rəhmət deyir, dua eləyir. Bu məyər Quran ayəsi ilə dəlil deyilmi ki, Peyğəmbərin əmisi Əbu Talib müsəlman olub? Bu açıq aşkardır, belə deyir. İndi bununla işim yoxdur, bu açıq aşkardır. Amma bu biraz əvvəldə oxuduğum ayə ki var idi, Mümtəhənə surəsinin 10-cu ayəsində. Allah nə deyir? Kafir qadınları öz kəbininizdə saxlamayın. Yəni, sən müsəlman oldunsa, sənin vəzifən budur ki, qadınıva İslamı nə edəsən? Təlim edəsən. İslam budur, müsəlman bu cür olurlar. Qəbul elədi, o da oldu müsəlman. Qəbul eləmədisə, artıq o sənin həyat yoldaşın ola bilməz. Bu Quran ayəsində sən onu dərhal nə eləməlisən? Boşamalısan, uzaqlaşmalısan ondan. Belədir. Və həmçinin də bayaq dedim, qadın tərəfdən də kişi əgər kafir olsa, mütləq nədir? Yenə də İslamı ona təlim eləməlidir, müsəlman ol. Əgər müsəlman olmasa, ondan nə eləməlidir? Ayrılmalıdır. Var aydın oldu. İndi gəlirik biz Peyğəmbərin öz bu ayədən sonra cəmiyyətlə davranışına. Peyğəmbər hər bir müsəlman qadın və yaxud müsəlman kişi, onun həyat yoldaşı əgər kafir idisə, İslamı deyirdi təlim elə. Təlim qəbul eləmirdisə, nə edirdi? Onları ayırırdı bir-birindən. Xüsusən Zeynəb indi bəzi tarixi məlumatlara görə Peyğəmbərin qızı Zeynəb. Bəziləri də biz deyirik ki, xanım Zəhradan başqa Peyğəmbərin qızı olmayıb. O olanlar Xədicənin bacısı qızları olub, onun rəbibələri, onun yetişdirdiyi qızlar olub. Bu Zeynəbin əri Əbul-As adında bir kişi olub. Zeynəb İslamı qəbul edib, Əbul-As İslamı nə eləməyib? Qəbul eləməyib. Peyğəmbər nə edib? Zeynəbi Əbul-Asdan ayırıb. Niyə? Çünki müsəlman, qadın, kafirlə bir yerdə yaşayanmaz. Ya gərək müsəlmanlığı qəbul eləsin, ya da ayır. Peyğəmbər onu ayırıb. Sonra döyüşlərin birində müşriklərin qoşunları məğlub olandan sonra Əbul-As İslamı qəbul edib, Peyğəmbər yenidən nə edib? Yeni kəbinlə Zeynəbi verib kimə? Əbul-Asa. Yenə qaytarıb öz ərinə, amma təzədən kəbin kəsib. Niyə? Çünki o müsəlman deyildi, onları ayırdı. Müsəlman olandan sonra yenə də Zeynəbi qaytarıb kimə? Əbul-Asa. İndi bu tarixi məsələlər ola-ola gəlin biz bu ayə barədə biraz fikirləşək. Əbu Talibin yoldaşı Həzrəti Əli əleyhissalatu vəssalamın anası kim olub? Fatimə bint Əsəd. Fatimə bint Əsəd necə bir qadın olub? Əziz qardaşlar, Peyğəmbər onun barəsində deyib, o mənim anamdır. Peyğəmbər onunla, onun dəfnində davrandığı kimi heç kimdən davranmayıb.
Ona xüsusi bəzi rivayətlərə əsasən 40 təkbirlə namaz qılıb. 40 təkbirlə. Öz əbasını ona geyindirib, qəbirdə onun yanında nə eləyib? Ana deyib ona. İndi mən sizə bunu nə üçün deyirəm? Əgər Əbu Talib kafir olubsa, Fatimə bint Əsədin onun yanında nə iş olub? Peyğəmbər Zeynəbi Əbul Aslan ayırır. Amma müsəlman, pak bir xanımı Əbu Taliblə yaşamağa icazə verir. Yəni, hökm başqaları üçün belədir. Onun öz qohumları üçün, əmiləri üçün başqa hökm çıxarır. Hansı ki, qızı Zeynəbi nə elədi? Ayırdı Əbul Aslan. Niyə? Nə elədi? Fatimə bint Əsəd onun yanında qaldı. Bu da Qur'ani bir dəlildir ki, Allah deyir ki, müsəlman olmayan xanımları öz kəbininizdə saxlamayın və yaxud ey qadınlar, müsəlman olmayan kişilərin kəbinində qalmayın. Ya müsəlmanlığı qəbul eləsinlər, ya da ayrılın. Bunda Fatimə bint Əsəd, Əbu Talib rəhmətə gedənə qədər, vəfat edənə qədər onun həyat yoldaşı oldu. Və bu dəlildir ki, o müsəlman olub, ya müsəlman olmayıb. Bu en qədər dəlillərdən sadəcə mən bu 2-3-ünü qısa formada sizə çatdırmaq istədim ki, bu Əbu Talib barədə deyilən bir nədir? Yalandır. O boyda şəxsiyyəti edirsən ki, sən kafir. Hansı ki, bax, məsələn, hələ biz Peyğəmbərə salam deyəndə, biz Həzrəti Əli əleyhissalatu vəssalama salam deyəndə, Əhl-i Beytə salam deyəndə, biz nə deyirik? Deyir ki, siz pak sülblərdən və pak bətinlərdən çıxıb gəlmişsiniz. Sizi cahiliyyət, küfür nədir? Heç vaxt, heç yerdə bulamayıb. Siz aba və əcdadlar, ana və ata tərəfdən hamı nədir? Allahı tanıyanlardan gəlmişsiniz. Amma qaldı ki, sən bir gün gəldin Əbu Talib. Nə ədavətiniz vardı Əbu Taliblə? Mən deyim, nə ədavət var? Çünki o Əli əleyhissalatu vəssalamın atasıdır. Çünki o Əlinin nə idi? Atasıdır. Ona görə o Əlini sevməyən insanlar ki var, Əli ilə ki o vaxtı düşmənçilik ediblər, indi də atasını dedilər müsəlman. O boyda zəhmət ha. Amma qaldı ki, Peyğəmbər öz qızılla yazılası kəlmələrini deyib həmişə. İslam 3 şəxsə görə ayaq üstə dayanıb. Xədicənin malları, Əlinin zülfüqarı, qılıncı və Əbu Talibin himayəsi. Bəyənən bəyənsin, bəyənməyən bəyənməsin. Peyğəmbər bu sözünü deyib. Mən bir rivayətlə sözümü tamamlayıram. Baxın, İmam Saddad aleyhissalatu vesselam görün nə deyir. İmam Saddad aleyhissalatu vesselamdan, İmam Zeynul Abidindən sual verirlər ki, Əbu Talib mömin olub. İmama sual verirlər. Bizim imamlarımızın hamısı Əbu Talibin imanlı olması barədə sözləri var. Bu birinci rivayəti oxuyuram kimdən? Bu İmam Zeynul Abidindəndir. Fəqalə nəəm, İmam deyir, bəli. Fəqilə ləhu innə hahuna qavmən yəz'amunə ənəhu kafir. Deyirsən, mömin olub, amma bizdə belə insanlar var ki, belə iddia edirlər ki, Əbu Talib nə olub? Kafir olub. Fəqalə aleyhissalam. İmam deyir, və əcəbah yət'anunə alə Əbi Talib əv alə Rasulillah sallallahu aleyhi və səlləm. Deyir, bu necə təəccüblü bir sözdür. Onlar Əbu Talibə tənə vururlar və yaxud Peyğəmbərə tənə vururlar. Sözə baxın. Onlar bu sözlə Əbu Talibi təhkir eləmək istəyirlər və yaxud Peyğəmbəri təhkir eləmək istəyirlər. Bunun Peyğəmbərlə nə əlaqəsi var? Baxın indi. Deyir, وَقَدْ نَهَاهُ اللّٰهِ أَنْ يَقِرَّ مُؤْمِنَةٌ مَعَ كَافِرٍ فِي غَيْرِ آيَةٍ مِنَ الْقُرْآنِ. Allah neçə ayədə Peyğəmbərə qadağan eləyib ki, müsəlman qadın kafir kişinin yanında qalsın. Yenə də mənim dediyim məsələni gətirir. İmamın sözüdür, bu imamın istidlalıdır. Biz ondan öyrənib deyirik. Deyir, وَلَا يَشُكُّ أَحَدٌ أَنَّ بِنْتَ أَسَدٍ مِنَ الْمُؤْمِنَاتِ السَّابِقَاتِ. Heç kim şək eləyə bilməz ki, Əsədin qızı Fatimə bint Əsəd o möminə və İslamı ilk qəbul eləyən xanımlardan olub. Və innəhə ləm təzəl təhtə Əbi Talibin həttə matə Əbu Talib radiyallahu anhu. Deyir, o Əbu Talib vəfat edənə qədər onun zövcəsi olub.
Siz deyəndə ki, Əbu Talib kafir olub, Əbu Talibi təhqir eləmək istəyirsiniz ya Peyğəmbəri? Bu birbaşa Peyğəmbəri təhqir edirsiniz ki, Peyğəmbər bilə-bilə ki, Fatimə bint Əsəd möminədir, müsəlmandır, Əbu Talib əmisi kafirdir, icazə verib onların bir yerdə yaşamasına. Amma hansı ki, Peyğəmbər buna icazə verməyə haqqı olmayıb, Quran ona nə eləyib bunu? Qadağan edib. Bu İmam Səccadın elə eyni ilə bu ayədən bizim üçün qeyd etdiyi dəlili. Əziz qardaşlar, İmam Sadiq əleyhissalatu vəssalama baxın, görün nə deyir. İmam Sadiq Yunusa deyir, ya Yunus, ma yəqulun nasu fi Əbi Talib. İnsanlar Əbu Talib barədə nə deyirlər? Qultu cu'iltu fidak. Dedim, sənə qurban olum, sənə canın fəda olsun. Yəquluna huve fi dihdahim min nar. Deyirlər ki, o odun bir güşəsindədir, yüngül bir yerdə. Cəhənnəmdədir. Yəni, amma əzabı nədir? Yüngüldür də, başqaları kimi tam yanmır. Yüngül bir yerdə qoyublar onu. Və fi ricleyhi na'lani min nar. Onun ayağında oddan iki na'leyn var. İki çarıq var, iki başmaq var. Təğli minha ummu rəsihi. O oddan olan çarığın sayəsində onun başı qaynayır. Yəni cəhənnəmdə əzab çəkir də Əbu Talib. Bu sözə əsasən. İndi İmam Sadiq Yunus'tan soruşuyor. Yunus bu sözü dedi. İmam baxın nə deyir? Fəqalə aleyhissalam kəzibə a'daullah. Yalan danışır Allahın düşmənləri. Bu sözü deyənləri İmam nə adlandırır? Allahın düşmənləri. Ənə Əba Talib min rufəqain nəbiyyinə vəs-siddiqin vəş-şühəda vəs-salihin və həsunə ulaikə rəfiqa. Əbu Talib cənnətdə peyğəmbərlərin, siddiqlərin, şəhidlərin, salihlərin, hansı ki onlar ən gözəl dostdular, onlarla bərabərdir cənnətdə. Nə deyirsiniz siz? Allah düşmənləri Əbu Talib barəsində ki, o nədir? Cəhənnəmin bir yerindədir, yüngül əzab çəkir, beyni qaynayır, ayağında nə bilim, nə var, çarıq var, filan var. Başqa bir rivayətdə deyir, nədir? Kəzibu vallah. İndi bu söz, diqqət edin, İmam Sadiq deyir, yalan danışırlar, vallah yalan danışırlar. İnne iman Əbi Talib lav vudi'a fi kəffəti mizan və iman hâzel xalq fi kəffəti mizan lərəcuhə iman Əbi Talib ala imanihim. Əgər Əbu Talibin imanı tərəzinin bir gözünə və bütün insanların imanı tərəzinin bir gözünə, başqa gözünə qoysalar, Əbu Talibin imanı bütün insanların imanından ağır gələr. İmam Sadiqin bu sözündən sonra demək olar bu kişi kafir olur. Ona görə əziz qardaşlar, bu şəxsiyyətin də bizim boynumuzda haqqı var. Gərək bunu da yad eləyək. Ramazanın 7-si bir rivayətə əsasən Besətin. Onun da Əbu Talibin vəfatıdır. Bu böyük şəxsiyyət. Peyğəmbəri himayə eləyən, öz sinəsini sipər eləyən onun qarşısında. Çətin günlərdə Peyğəmbərlə bərabər olan şəxsiyyətdir. Ona görə də Allahın verə izzət və cəlalına, indi ona kafir deyənlərlə işimiz yoxdur. Amma biz dua edirik ki, Allah subhanahu və teala bizi dünya və axirət bu şəxsiyyətlərdən ayrı salmasın inşallah. Dünyada ziyarətlərin, axirətdə şəfaətlərin bizlərə nəsib eləsin. Allah subhanahu və teala günahlarımızı bağışlasın, xəstələrimizdə şifa inayət eləsin, gələn günlərimizi xeyirli, uğurlu, bərəkətli qərar versin. Allah subhanahu və teala valideynlərimizə can sağlığı versin. Bir qardaş var, həmişə mənə deyir, anaları yaddan çıxarırsan. Görəndə onu analar yadıma düşür. Allah onun anasına da və burada olan, dünyadan köçüb gedən analarımızı rəhmət eləsin. Qalanlarına Allah can sağlığı inayət eləsin inşallah. Allah subhanahu və teala hamımızın aqibətini, ahirətini xeyirli və izzətli qərar versin inşallah. Ən gözəl kəlam Allah kəlamıdır ki, Qur'an-ı Kərimdə deyir. Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, lam yelid və lam yulad və lam yekun lahu kufuvan ahad. Amennā billah, sadaqallahul aliyyul azim. Vesselamu aleykum cemiyan və rahmetullahi və barakatuhu.